kim hesab edirsə pul xərclənməklə azalır, onda o düzgün tanımayıb, həyatı tanımayıb, Allahı da tanımayıb. Əgər Allah deyir, bunu apar xərclə, sonra da azalırsa, deməli Allahın xəzinəsi tükəndi. Necə oldu ki, azaldı? O Allah ki, deyir, bunu mən istədiyim yerə apar xərclə, xəzinə onun əlində deyil, onun əlində. O görəndə ki, sən xərcləyirsən, artıqlaması ilə getirir. Necə ağacı buduyursan, sonra daha da çox inkişaf edir. Mal, sərvət xanım Zəhranın məntiqində belədir. Sən onu düz xərclə, israf eləmə. Düz lazım olan yerə xərclə, o ruzu artacaq. Çünki ruzunun sahibi Allahdır. Artmırsa əgər, səbəbin başqa şeydə axtar. Xərcləməyə görə azalmayıb. Sən xərcləyirsən Allah yolunda, artmırsa, otur fikirləş ki, mən kimin haqqını tapdalamışam, kimin ürəyini sındırmışam. Nəsə başqa bir səbəb var ki, ruzum həbs olunub, ruzum artmır, xərcləməyə görə deyil. Məsələn, çox vaxt valideyn adamdan narazı olanda ruzusu kəsilir insanın.